Gələn ildən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse yazacaqlar. Dövlət İmtahan Mərkəzinin sektor müdiri Könül Qədirova Xəzər xəbərə bildirib ki, 11 illik tam orta təhsil səviyyəsində xarici dillər üzrə imtahan modelində dəyişiklik edilib. Dəyişikliyə əsasən, gələn ildən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli paraqraf yazmaları tələb olunacaq. İmtahan modelində abituriyentlərə dinləyib anlama bloku üzrə bir mətn və mətnə aid 4 tapşırıq, bunlardan 3-ü qapalı, biri isə doğru, yanlış tipli test tapşırığıdır. Oxu bloku üzrə abituriyentlərə 2 mətn təqdim olunacaq. Hər mətn üzrə də 4 tapşırıq, bunlardan 3-ü qapalı, biri doğru, yanlış tipli test tapşırığı olacaq. Ümumilikdə oxu bacarığını qiymətləndirən test tapşırıqlarının sayı 8 olacaqdır. Abituriyentlərin yazı bacarığını yoxlamaq üçün isə onlara 100 sözdən ibarət kiçik həcmli mətn, paraqraf yazmaq tələb olunan tapşırıq təqdim olunacaqdır və bu tapşırıq nümunəsi əvvəlki illərdə xarici dillər üzrə yazı bacarıqlarını yoxlamaq üçün istifadə olunan yazılı tapşırıqların əvəzinə təqdim olunacaqdır. Sektor müdirinin sözlərinə görə abituriyentlərin yazdığı mətnlər bir neçə meyar əsasında qiymətləndiriləcək. Yazı tapşırığı meyarlara əsasən qiymətləndiriləcəkdir. Tapşırığın yerinə yetirilməsi meyarında biz paraqrafın seçilmiş xarici dildə və mövzuya uyğun yazıldığına, eyni zamanda tapşırığın həcminin şərtə uyğunluğuna baxırıq. Bundan başqa həmin meyar üzrə paraqrafda ifadə olunmuş əsas fikrin və dəstəkləyici fikirlərin və yekun fikrin mövcud olub olmadığı qiymətləndirilir. Biz diqqət edirik ki, şagird mövzu üzrə ən azı 2 aydın fikir və yaxud arqument təqdim edibmi, fikrini sadə nümunələr və ümumi izahlarla əsaslandırıbmı? Könül Qədirova xarici dil fənni üzrə yazılacaq mətn üçün bal limitinin təyin edilib-edilməməsinə də toxunub. Yazı tapşırığı ilk dəfə təqdim olunduğu üçün heç bir məhdudiyyət qoyulmayacaq. Tapşırığı cavablandırmaqdan imtina edən abituriyentlərə həmin bal verilməyəcək. Magistratura səviyyəsində deyək ki, ixtisası tədrisi ingilis dili olan ixtisaslara müraciət etmək istəyən bakalavrlar üçün yazı məhdudiyyəti qoyulacaq. Amma 2027-ci ildə buraxılış imtahanındakı yazı tapşırığına hər hansı bir məhdudiyyətin qoyulması nəzərdə tutulmayıb. Buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi məqsədi ilə şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi də nəzərdə tutulur. Nərmin Məmmədhəsənli, Xəzər xəbər.